Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Ümumiyyətlə bu son günlərdə hiss edirəm ki, uşaqlar bu ayların hansılarının 30, hansılarının 31 gün olmaqda tapmağında çətinlik çəkirlər. Gəlin əyani formada, təbii ki, bunun bir neçə yolu var. Ən rahat yolu fikirləşirəm ki, bu usuldur. Bu usuldan istifadə edərək istər monitorinqdə, istər qabağımıza çıxan suallarda, dərs vaxtı, dərsdən kənar suallarda bu tapşırığın öhdəsindən gələ bilək. Uşaqlar, əvvəlcə biz bilirik ki, bizim bir ilimizdə 12 ay var. Düzdürmü uşaqlar? Bunu bir qayda olaraq yadımızda saxlayaq. Hamı artıq bunu 4-cü sinif uşaqları bunu yaxşı bilir. Amma hansı aylarda 12, hansı aylarda 31, hansında 30 gün olduğunu biz barmaqlarımızın bu çıxıntı olan hissələrini müəyyənləşdirək. Baxın, buradan başlayaq. Da ki, sol əlimizi bükmüşük. Sol əlimizin bu çıxıntı olan hissəsinə baxaq. Baxın, bu hissəyə baxaq. Belə deyim də belə. Baxın, bu hissəyə baxaq. Baxın, görürsünüz, bu çıxıntı olan hissə yanvarla başlayır. Yanvar demək neçə gündür? 31 gündür. Demək, çıxıntı göstərilən hissə 31 gündür. Amma çökəklik olan hissə, görürsünüz, burada çökəklik var. Çökəklik olan hissə isə 30 gündür. Düzdür, təbii ki, bunu biz bilirik. Fevral ayımız, fevral ayı 28 və 29 gündən ibarət olur. Hər 4 ildən bir 29 gün olur. Hər digər 3 ilimiz isə 28 gün olur. Və bu qaydanı da biz sinifdə öyrənmişdik. İndi onu burada izah etmək istəmirəm ki, fikriniz qarışmasın. Yəni, hansı illərin 29 olduğunu biz praktik yolla öyrənmişdik. Bunu hələ ki burada demək istəmirəm. Yenə əsas fikrimizi bu 30-31-ə yönləndirək. Fevralı qoyaq kənarda. Fevralla işimiz yoxdur. Onsuz da bunu bilirik ki, hər 4 ildən bir fevral ayı 29 olur. Baxırıq mart ayına. Mart ayı hansı hissəyə düşdü? Baxın, çıxıntı olan hissəyə düşdü. Çıxıntı olan hissəyə düşürsə, demək bu 31 olacaq. Aprel ayı çökəkliyə düşdü. Gördünüzmü? Aprel demək 30 olacaq. Bax, burada da qeyd olunub ki, çıxıntı olan hissə 31 gündür, çökəkli olan hissə isə 30 gündür. Və aprel çökəkliyə düşdüyünə görə nə oldu? 30 gün oldu. May yenə düşür çıxıntıya, 31 gündür. İyun düşür nəyə? Çökəkliyə, 30 gün olur. İyul isə qalxır nəyə? Çıxıntıya. Bu da olur 31 gündür. Artıq baxın, buradan digər ələ adlayırıq. Deyirsiniz ki, müəllimə, bax, burada elə təsəvvür edin ki, Allah göstərməsin, sağ əlimizdə sanki 3 barmaq var. 3 barmaq deyən, təbii ki, baş barmağı qoyuruq kənarda da, onu bükmüşük, onsuz da burada görünmür o. Demək, iyuldan keçirir avqusta. Avqust düşür hara? Çıxıntı olan hissəyə. Çıxıntıda 31 gün var. Sentyabr düşür çökəkliyə, 30 gün var. Oktyabr qalxır yenə çıxıntıya, 31 gün. Noyabr düşür çökəkliyə. Çökəkliyə düşürsə 30 gün. Dekabr yenə qalxır hara? Çıxıntıya, o da olur 31 gün. Yəni, sanki burada axırıncı barmaq, çəçələ barmağı qeyd olunmayıb. Onu qoyaq kənarda. İnanıram ki, uşaqlar, bunu rahat tapa bilərsiniz. Gəlin, sizdən soruşuram, tutaq ki, özünüz fikirləşin, sonra öz barmaqlarınızın üst hissəsi üzərində bunu praktika ilə yoxlayın. Baxın, mən soruşuram sizdən ki, may ayı. May ayı neçə gündən ibarətdir? Baxın, barmaqlarımızın üstündə yoxlayırıq. May ayı haradadır? Baxın, çıxıntının üzərində durub. Demək, may ayı 31 gündən ibarətdir. Sonra tutaq ki, soruşuram noyabr ayın. Noyabr ayına baxırıq, çökəkliyə düşüb. Demək, nədir bu? 30 gündən ibarətdir. Yəni, bunu praktik şəkildə əlinizin üzərində göstərməklə də yadda saxlaya bilərsiniz. Və yaxud soruşuram ki, tutaq ki, mart ayı. Mart ayı neçə gündən ibarətdir? Baxın, mart ayı harada yerləşib? Çıxıntıda yerləşib. Demək, 31 gündən ibarətdir. Və yaxud bu barmaqlar üzərində olan bir şeydir. Və yaxud bunu başqa yolla necə yadda saxlaya bilər? Tutaq ki, bu sizə çətin gəlir. Başqa, bizim aylarımız 12 ayımız var. Yəni, bunu qoyaq bu tərəfə. Demək,
Demək 12 ayımız var. Başlayırıq yanvardan. Yanvar. Bunu dayandırım yazın, vaxt çox getməsin. Bəli, aylarımıza baxaq. Ardıcıl formada 12 ayın adını yazdım. Fevralı qoyuruq ümumiyyətlə kənarda. Fevralla işimiz yoxdur. Çünki biz bilirik ki, fevralımız 28 və 29 gündən ibarət olur. Bunu qoyduq kənarda. Birinci ayımız hansı aydır? Yanvar ayı. Yanvar ayı 31 gün olur mütləq. Fevral tutaq ki, düşdü də 28-29, o qaldı kənarda. Yəni mart ayı gəlir 31 gün. Sonra belə ardıcıl gedirik. 31, 30, 31, 30 belə. Aprel olacaq 30, may olacaq 31, iyun olacaq 30, sonra iyul olacaq 31, avqust olacaq 31. Baxın, bunlara haşiyə alın burada. Bax, sadəcə bizim ayların içində 2 aydır ki, ard-arda 31 olur. Qalanları hamısı 31, 30, 31, 30. Yenə də olacaq sentyabr 30, oktyabr 31, noyabr 30, dekabr 31. Artıq ilimiz tamamlanır. Baxın uşaqlar, fevralı qoyduq yenə kənara. Deyirəm, əgər bu əl barmaqları ilə yadda saxlaya bilmirsinizsə, bax bu formada ayları ardıcıl formada sıralayırsınız. Bunu da ardıcıl bilmək lazımdır. Və başlayırıq ayların günlərinə baxırıq ki, hansı ay neçə gündən ibarətdir. Yanvar 31, fevral qoyduq kənara. Hər 4 ildən bir 29 olur. Qalan 3 ili 28 olur. Mart 31, bax belə davam edəcək. Aprel 30, may 31, iyun 30, iyul 31, avqust 31. Bax 2 ay ard-arda 31 olur. Yenə 30, 31 belə davam edir. Sentyabr 30, oktyabr 31, noyabr 30, dekabr 31. Bax, bu formada da bunu yadda saxlaya bilərsiniz. Bugünlük bu qədər. İnanıram ki, bu izahımın sizə xeyri oldu.